Qaynanayla mən bir evdə yaşamayacağım, birinci şərtdir bu. Qaynanayla bir dənə problem, iki dənə deyil, mən ayrılıram. Və hamısı zəifliyin əlamətidir, rahat tələbliyin əlamətidir. Bir ailəni görsün, təzə gəlin köçmüş bir xanım, bir ailəyə xidmət göstərir. Mənim sözüm bu deyil ki, nəyin bahasına olursa olsun keçmişə qayıdaq. Amma keçmişdə gözəl dəyərlər bu günümüzə gətirək, pisləri qataqdıralım. Demirəm, keçmişində hər şey yaxşı idi, yox. Bəzi şeylər var, bugün yaxşıdır, keçmişdə pis idi, gələcəkdə daha yaxşı şeylər ola bilər. Amma o dəyərlər ki var, onlar keçmişimizlə bağlıdır və müsbət dəyərlərdir. Bunları bugünümüzə daşıyaq və gələcəyimizə əmanət olaraq ötürək. İnsan bir-birinə dözürsə, ailədə xətaları həzm edirsə, müstəqil inkişaf edir. İnsan nizama ailədə öyrənməlidir, yoxsa 100 dənə qanun lazım. Bir qəlbdə nizam var, 100 dənə nail oldular, qanundan mühasirə alıblar adamları. Bunu mən çox